Uşaqlar, mövzumuz paragraf 10.1 verilənlər bazası. Verilənlər bazası ilə bağlı səhv eləmirəmsə Udemy-də 3 dənə video olmalıdır. Bu videoların hər üçünə mütləq şəkildə özünüz baxarsınız. Mövzunun nəzəri hissəsinin videoları uzundur. Orada mən Access-də cədvəlləri necə qurmaq lazımdır, cədvəllərin içini necə doldurmaq lazımdır. Bunlarla bağlı uzun-uzun danışıram. Burada o qədər vaxtımız olmadığına görə nəzəri və məntiqi hissələrə baxacağıq. Təbii ki, sonra qrup dərslərimizdə, həftə içi olan dərslərdə testlər üzərində, Kahoot üzərində yenə də müzakirə eləyəcəyik. İndi burada təməl qaydalarımız var, təriflər var, onlardan danışacağım. Məntiqi anlayışlar var, onlardan danışacağım. Mövzumuz verilənlər bazası anlayışı və verilənlər bazası modelləri. İlkin anlayışlarla başlayırıq. Birinci növbədə burada gördüyünüz kimi VB və VBase anlayışları var. Bunlar nədir? VB verilənlər bazasının qısaltması. VBase verilənlər bazasının idarə etmə sistemləri bunun qısaltmasıdır. İlk olaraq siz bu ikisi arasında fərq nədir? Bax, bunu başa düşməlisiniz, yadda saxlamalısınız. Bunda təriflərlə ilk öncə nəzərdən keçirəcəyik, sonra da məntiqini başa düşməyə çalışacağıq. Birinci tərifi oxuyuram. İnformasiya və ya verilənlərin nizamlı yığınına verilənlər bazası deyilir. Yəni, database, verilənlər bazası. İnformasiya və ya verilənlərin, baxın, bu söz önəmlidir, nizamlı yığınına. Məsələn, hər hansı bir şirkət fikirləşin, şirkətin tutaq ki, 500 dənə işçisi var və bu 500 dənə işçi haqqındakı məlumatlar cədvəldə saxlanılıb. Baxın, cədvəldə onların adları, soyadları, əmək haqqıları haqqında məlumatlar, tutaq ki, vəzifələr haqqında məlumatlar var, telefon nömrələri var və s. Bunlar cədvəldə səliqəli, nizamlı formada yığılıb. Bu zaman biz buna verilənlər bazası deyə bilərik. Bu nizamlı sözünə diqqət edin, bu çox önəmlidir. Məlumatlar qarma-qarışıq olsa, proqramlar onlardan baş aça bilmir. İndi keçirik ikinci tərifimizə. Verilənlər bazası ilə işləmək üçün nəzərdə tutulmuş proqramlar isə verilənlər bazasının idarə etmə sistemləri adlanır. Oracle Access verilənlər bazasının idarə etmə sistemlərinə aiddir. Təbii ki, bizim proqramımızda olan Access-dir. Elə Udemy-də olan videolarda da Access-də cədvəl necə yaradılır, cədvələ məlumatlar necə daxil edilir, bunlarla bağlı məlumat mövcuddur. Deməli, uşaqlar, indi bu ikisinin fərqi. Sizin əlinizin altında bir cədvəl var. Tutaq ki, kağızda da çap olunub. Siz o cədvələ baxırsınız, görürsünüz işçilər haqqında məlumatlardır. Siz orada olan məlumatlara verilənlər bazası deyə bilərsiniz. Və ya kompüterdə açırsınız, haradasa bir proqramın içərisində cədvəl görürsünüz və bu zaman siz oradakı məlumatlara da verilənlər bazası deyə bilərsiniz. Amma siz bu cədvəli harada işləyirsiniz, idarə edirsiniz? Məsələn, Access proqramında işləyirsiniz, Oracle-da işləyirsiniz. Bax, bunlara da verilənlər bazasının idarə etmə sistemləri deyilir. Dərsin növbəti hissələrində digər proqramların da adları var. Və normalda mən Udemy-də 5-11-ci sinif kitablarını da yerləşdirmişəm PDF olaraq. Orada da proqram adları olan hissələri qeyd eləmişəm. Həmçinin bundan əvvəl proqram təminatı mövzumuz var idi, bir neçə mövzu əvvəl. Orada da verilənlər bazası proqramlarının adları var. Yəni, təkrar olsun deyə hamısına baxmalısınız. Hamısına. Hər biri haqqında suallar düşə bilər. Deməli, proqram təminatı mövzusu, burada Access-in adını görürsünüz ki, onsuz da proqramımızda Access-dir və verilənlər bazasında olanları bir dənə də təzədən baxıb dəftərə yazarsınız, yadda saxlamağa çalışarsınız. Daha doğrusu proqram təminatı mövzusunda olanları. Keçdik növbəti hissəyə. Əsas anlayışlarımız burada başlayır. Cədvəl, yazı, sahə və sahənin adı anlayışları. Deməli, uşaqlar, biz cədvəl haqqında, məsələn, Word-də danışmışdıq. Ümumiyyətlə, cədvəl haqqında məlumatınız var da, informatika keçsəz də, keçməsəz də, sətir anlayışını bilirsiniz, sütun anlayışını bilirsiniz. Amma verilənlər bazasında təzə anlayışlar gəlir. Yeni anlayışlarımız var. Nədir bu yeni anlayışlarımız? Yazı və sahə anlayışları. Yazı və sahə. Yaxşı, yazı və sahə deyəndə nəyi nəzərdə tuturuq? Baxın, cədvəlin hər hansı bir sətri verilənlər bazasında adlanır yazı. Və yaxud da cədvəlin hər hansı bir sütunu verilənlər bazasında adlanır sahə. Misal üçün, burada belə deyirik. Deyirik ki, bax, bu ən sağda olan, bu qeyd elədiyim əmək haqqı sahəsidir. Onun yanındakı vəzifə sahəsidir və s.
Yazılar isə sətirlərdir. Birinci növbədə bunu nəzərdə saxlayırıq. Digər vacib məsələ. Əgər mən tutaq ki, Word proqramı ilə bağlı bir test işləyirəm və həmin testdə Word-də verilənlər bazasında yox. Bu cədvəli mənə verib və deyir ki, cədvəl neçə sətirdən ibarətdir. Bax, burasına çox diqqətli qulaq asın. Mən belə deyəcəm: 1, 2, 3, 4, 5. Deyəcəm ki, bu cədvəl 5 dənə sətirdən ibarətdir. Belə. Word proqramı ilə bağlı olan bir sual idi bu. Amma söhbət verilənlər bazasından gedirsə, bu zaman vəziyyət dəyişir. Məsələn, Access proqramı ilə bağlı, verilənlər bazası ilə bağlı bir test işləyirəm və hal-hazırda gördüyünüz bu cədvəl tutaq ki, mənim qarşımdadır. Sual belədir: şəkildəki cədvəl neçə yazıdan ibarətdir? Artıq diqqət elədinizsə, yazı deyir, sətir demir. Bu zaman necə yanaşacaqsınız? Bu zaman bu yuxarı hissəni saymayacaqsınız. Bu yuxarı hissə sahə adları və ya sahə başlıqları adlanır və ayrıca bir obyekt kimi qəbul olunur. Siz belə deyəcəksiniz: bax, 1, 2, 3 və 4. Bir də deyirəm, bu çox önəmlidir. Verilənlər bazası ilə bağlı test işləyəndə görsəz ki, sizdən cədvəldə neçə yazı var soruşur. Yuxarı hissə ayrıca bir obyektdir, sahə adları olan hissə. Buranı saymırsınız, aşağıda olanların hamısını sayırsınız. Amma bunu bəzən qarışdırırlar Word-la bağlı testlər işləyəndə də. Yəni yazı, sahə, bu terminləri gördünüz, bilin ki, söhbət verilənlər bazasından gedir. Amma sadəcə sətir deyirsə, onda normal. Heç bir fərq qoymursunuz və sətir deyirsə 1, 2, 3, 4, 5. Bu şəkildə sayırsınız. Yəni, onsuz da mövzu testləri işləyəndə orada bir problem yaşanmaz, amma sınaqlarda və s. diqqət eləməlisiniz ki, yazı deyir, yoxsa sətir deyir. Sətir deyirsə, söhbət Word-dən gedir. Sahə deyəndə bir problem yoxdur. Sahə sütun anlayışı ilə bağlı bir qarışıqlıq yoxdur. Sahədə başlıq və s. anlayışı yoxdur axı. Sahə deyirsə, budur da. 1, 2, 3, belə, 4, 5. O yox başlığı saydıq. Buradan saysam nə olacaq ki? Yine eyni şey olacaq da. Orada bir qarışıqlıq yoxdur. Yəni, orada problemli bir şey yoxdur. Sahə ilə sütun eyni şeydir. Tamamilə eyni şeydir. Yəni mənim orada anlayış fərqlidir. Bəli. Mənim üzrüm orada nömrə olan hissəni bəs niyə sayırıq yəni? O da nömrə sahəsidir də. Sütundur da, o normal. Yuxarıdan aşağı sayanda, sahələri sayanda deyirsən. Belə də 1, Bəli. 2. O sütundur, normal sütun. 3, 4, 5. O nömrənin addan heç bir fərqi yoxdur. Və ya nömrənin vəzifə sahəsindən heç bir fərqi yoxdur. Hamısı eyni hüquqludur. Amma yazılar, burada nə görürsən? Burada adamlar haqqında məlumatlar görürsən bu qeyd elədiyim hissədə. Yuxarıda nə görürsən? Yuxarıda adamlar haqqında məlumat yoxdur da. Amma normalda bu sahə nədir? Adamların adları. Bu sahə nədir? Adamların nömrələri. Bu sahə nədir? Adamların əmək haqqıları. Yəni, belə baxanda heç bir fərq yoxdur. Amma belə baxanda artıq vəziyyət dəyişir. Bu qeyd elədiyim hissə adamlarla bağlı deyil. Yəni, ümumi xassələri verir ki, burada nömrə var, ad var və s. Ona görə ona ayrıca bir obyekt kimi baxırıq. Bunları mütləq yadda saxlamalısınız. Dediyim kimi, bəzən bunu belə izah edirəm, sonra gedib Word-də də qarışdırırlar. Yəni, Word-də onsuz da səndən soruşanda sütun deyəcək, sətir deyəcək, verilənlər bazası ilə bağlı sualdırsa, yazı deyəcək, sahə deyəcək. Dediyim kimi, yenə sahə və sütun fərqi yoxdur. Amma yazı ilə sətir fərqlidir. İndi uşaqlar, orta məktəb kitablarında, dərsliklərdə verilənlər bazası modelləri olaraq 4 dənə modeldən danışır. İyerarxik, şəbəkə, obyekt yönlü və relyasiya. Əslində danışır deyəndə, yəni biraz ətraflı danışırı nəzərdə tutsaq, bundan danışmır. Qısaca bir-iki cümlə yazıblar sadəcə. Digər 3 dənəsi haqqında isə ətraflı məlumat var. Obyekt yönlü model yeni və mürəkkəb modeldir, geniş yayılmamışdır. Deyir, elə bunu yazıblar sadəcə. Əsas cəhəti yeni verilən tiplərin yaradılması imkanının olmasıdır. Buradan bir sual gözləmirəm. Sadəcə verilənlər bazası modellərini seçin kimi bir sual olsa, təbii ki, 4-ünü də götürməlisiniz. Amma iyerarxik, şəbəkə, relyasiyanın xassələri, xüsusiyyətləri imtahanda qarşımıza çıxa bilər. Ona görə indi birazdan bu 4 dənəsindən 3 dənəsini iyerarxik, şəbəkə, relyasiya cədvəl deməkdir bu arada. Bunların hər birinə baxacaq. Nədən başlayırıq? İyerarxik verilənlər modeli. Bu birinci struktur olaraq asandır. Öyrəşmişsiniz buna. Bu ağac strukturudur.
Yəni müxtəlif təkcə informatikada yox, başqa yerlərdə də var ağac strukturu. Ağac strukturunda anlayışlarımız nələrdir? Baxın, sağ tərəfdə vacib qaydalar verilib. Həm bu arada Udemy-dən mütləq PDF-i endirib PDF-dən istifadə edin. Modelin əsas anlayışları səviyyə, element və əlaqədir. İndi bunlara bir-bir baxacağıq ki, bu səviyyə nədir, element nədir və əlaqə nədir? Bunların mahiyyəti nədir? Səviyyə, o ilkin yazdığım termin bilmirəm nədir. İlk öncə səviyyə. Səviyyə anlayışı, bax, ağac, yəni iyerarxik verilənlər modelində mütləq bir dənə kök olur. Və hər şey buradan başlayır. Şaxələnmə buradan başlayır. Və bu kök adlanır birinci səviyyə. Daha sonra bu birinci səviyyə birləşənlər, birbaşa birinci səviyyə birləşənlər adlanır ikinci səviyyə. Ondan sonra gələnlər adlanır üçüncü səviyyə. Və bu formada davam eləyəsə olsa 4, 5 və s. belə gedəcək. Bu birinci anlayışımız. O birisi anlayışımız element. Elementlərdə bu D-dir, buradakı Q-lərdir, buradakı F1, F2, F3. Bunlar da adlanır element. Əlaqə, qraflarda til deyir. Burada da bu mövzuda artıq onun əvəzinə əlaqə deyirik. Əlaqədə bu xətlərdir. Burada gördüyünüz xətlər. Bunlara da əlaqə deyirik. Təməl 3 anlayış. Davam edirik. İyerarxik ağacın yalnız bir kök təpəsi olur. Bu təpə birinci səviyyədə yerləşir. Birinci səviyyədə olmasını biraz əvvəl dedim. Kök bir dənə olur. Onu da yəqin ki, əvvəlki mövzulardan, hətta dediyim kimi, digər fənlərdə də nəsil ağacı və s. olmalıdır orta məktəbdə, müxtəlif yerlərdə. Bunu da yəqin ki, bilirsiniz. Düşdük, davam edirik üçüncü anlayışımızdan. Hər bir elementə kök elementdən yalnız bir yol var. Bir dənə bunun mahiyyətini tam olaraq başa düşməyə çalışaq. Hər bir elementə, kök elementdən, hər bir element, məsələn, olsun bu F3. Bax, D-dən F3-ə getmək istəyirəm. Necə gedə bilərəm? Gəldim Q2-yə, buradan gəldim F3-ə. Başqa yolum varmı bundan başqa? Bundan başqa bir yolum yoxdur. Bax, bunu deyir. Hər bir elementə, kök elementdən yalnız bir yol var. Bunun tərsini də deyə bilərsən. Deyə bilərsən ki, hər bir elementə kök elementdən bir yol var və yaxud da hər bir elementdən, bax, belə də deyə bilərsən. Hansısa bir elementdən kök elementə bir yol var və yaxud da kök elementdən hər hansı bir elementə yalnız və yalnız bir yol var. Və davam edirik. Aşağı səviyyədə olan hər bir element özündən yuxarıdakı yalnız bir elementlə əlaqədədir. Məsələn, üçüncü səviyyədən götürək bu F5-i. Özündən yuxarı səviyyə nədir? İkinci səviyyə. Bax, ikinci səviyyədə ancaq bununla əlaqəsi var onun. Yəni, xətt ancaq bir dənəsinə birləşdirir bunu. Buradakı qaydalardan hər hansı biri pozulursa, o zaman bu ağac deyil. Misal üçün, gəlirəm burada F2 ilə F3-ü birləşdirən bir dənə til çəkirəm. Xətt çəkirəm. Əlaqə. İndi diqqət eləyəsi olsaz, F3-dən D-yə gedən bir dənə belə yolum var. Bir dənə də belə yolum var. Və artıq qaydalarımız pozuldu. Əgər belə bir birləşdirmə aparası olsam, bu artıq ağac modeli deyil. Ağac modeli deyil. Belə də deyə bilərsiniz, uşaqlar, ağac modelində dövrə olmur. Bax, mən bunları birləşdirəndə nə oldu? Aşağıda bir 3 təpədən ibarət dövrə, qraflarda artıq bildiyiniz bir şeydir də bu. 3 təpədən ibarət bir dövrə almış olduq. Hər hansı bir yerdə belə bir şey gördünüzsə, deyirsiniz ki, bu artıq ağac modeli deyil. Niyə? Çünki qaydalarımız artıq burada ödənmir. Belə. Yəni, burada sadalananların hamısı ödənməlidir ki, biz buna qraf, ağac iyerarxik model deyə bilək. Əgər pozulsa, ağac deyil. Qraf və ya şəbəkə deyəcəksiniz. Və keçdik şəbəkə modelinə. Uşaqlar, şəbəkə modeli bizim qraflar mövzusunda o qraf dediyimiz obyektin eynisidir, yəni. Tamamilə eynisidir. Sadəcə orada əsas istifadə olunan terminimiz qraf idi və bu mövzuda isə, verilənlər bazasında isə əsas istifadə olunan termin şəbəkə terminidir. Və başladıq anlayışlarımız. Modelin əsas anlayışları element və əlaqədir. Tabi burada kök yoxdur. Elementlər bunlar, yəni təpələr, əlaqədə tillər. Əvvəlki mövzudan, modelləşdirmədən bildiyiniz şeylər. Kök element anlayışı yoxdur. Yəni, bax, kök element anlayışı yoxdur. Bu artıq bunu ağac strukturundan, modelindən fərqləndirir.
Elementlər arasında yolların sayı çox ola bilər. Nə deməkdir bu? Qraflarla bağlı deyir, məsələn, A-dan suallar olur deyə, A-dan K-ya neçə müxtəlif yolla getmək olar. Misal üçün tapırdıq 15. Bax bunu deyir. Elementlər arasında yolların sayı çoxdur. Və son olaraq hər bir element bir neçə başqa elementlə əlaqədə ola bilər. Yəni xəttlərlə bağlı nəzərdə tutur bunu. Məsələn, burada hər hansı bir elementi götürürsünüz. Tillərə baxın. Baxın, bundan bir neçə dənə elementə til gedir. Belə. Hə, yaxşı, onda biraz daha fərqli yanaşaq uşaqlar. Bax, normalda şəbəkə və qraf dedik ki, eyni şeydir. Biz də qraflarla bağlı yetəri qədər test işləmişik. Yetəri qədər də məlumatımız var. Yaxşı, məsələn, biraz daha fərqli sual tipi nə ola bilər? Bax, sol tərəfdə bir dənə şəbəkə, yəni qraf əlavə eləmişəm, yerləşdirmişəm. Bu nə ilə bağlıdır? Şagirdlər verilib. Rəna, Şəhla, Natiq, Adil. 4 dənə şagird və yuxarıda aşağıda olan getdiyi kurslar verilib. Məsələn, bəsit formada Adil hansı kurslara gedir? Sadə bir sual. Buradan baxırsan, rəqs və robototexnika. Biraz daha çətinləşdirilmiş forma, Natiqin getdiyi kurslara başqa hansı şagirdlər gedir? Baxacaqsınız ki, Natiq rus dilinə gedir, başqa rus dilinə gedən yoxdur ondan başqa. Natiq robototexnikaya gedir. Bax, Şəhla və Adil də robototexnikaya gedir. Yəni, fərqli sadəcə bunlar ola bilər. Düşünürəm ki, burada da sadə məntiq yeritməklə problemi aradan qaldıra bilərsiniz, sualı cavablandıra bilərsiniz. Bu, şəbəkə verilənlər modeli idi. Məntiqi olaraq qrafın eynisidir. Sadəcə dediyim kimi, element, əlaqə, belə təzə terminlər istifadə olunur. Hə, uşaqlar, indi gəldik relyasiya verilənlər modelinə. Relyasiya, yəni cədvəl. Burada cədvəllərin daxilində məlumatların saxlanmasından söhbət gedir. Başqa cür deyəsə olsaq, relyasiya verilənlər modelində məlumatlar cədvəllərin daxilində saxlanılır. Əsas obyekti iki ölçülü cədvəldir, deyir relyasiya modelinin. Relyasiya cədvəli aşağıdakı xassələrə malikdir. Hə, uşaqlar, daha çox bu universitetdə istifadə olunan termindir. Cədvəl əvəzinə iki ölçülü massiv də deyirlər bəzən. Orta məktəb kitablarında da qeyd olunub deyə mən də bura yazmışam. Amma imtahan üçün çox gözlədiyim bir şey deyil. Hə, bir də bəzən soruşurlar, siz soruşmadan mən deyim, iki ölçülü cədvəl nə deməkdir ki? Üç ölçülü də cədvəl olur. Üç ölçülü cədvəl olur. Yəni bizim proqramımıza aid deyil. Sadəcə bunu kitabda belə veriblər. Mən də belə yazmışam ki, birdən imtahana düşsə, ki imtahana adətən kitabda olan kimi salırlar. Əsas obyekt iki ölçülü, yəni iki ölçülü müstəvi də, yəni 3D deyil. İki ölçülü cədvəldir. Dediyim kimi, üç ölçülü cədvəllər var, amma o bizə aid olan bir şey deyil. Ona görə onunla bağlı danışmırıq. Sadəcə burada necə yazılıbsa, tərif olaraq yadda saxlayın. Cədvəldə bizim bildiyimiz normal cədvəldir. Və relyasiya cədvəli hansı xassələrə malik olmalıdır? Bir-bir bunlara baxırıq. Bunlar tələblərdir. Yəni, bəzilərinin məntiqi xüsusiyyəti yoxdur, sadəcə tələbdir. Cədvəlin ixtiyari sahəsinin bütün verilənləri eyni tiplidir və uzunluqları eynidir. Cədvəlin ixtiyari sahəsinin. Biraz əvvəl danışmışdıq. Sahə cədvəlin sütunlarıdır. Məsələn, əmək haqqı sahəsi üzərindən danışaq. Cədvəlin ixtiyari sahəsinin bütün verilənləri eyni tiplidir. Yəni, deyir ki, əmək haqqı sahəsində sən ancaq əmək haqqılar yazmalısan. Eyni tip məlumatlar yazmalısan. Və uzunluqlar eynidir. Baxın, uşaqlar, orta məktəb kitabında bu tərif istifadə olunub, amma uzunluqlar eynidir, izah olunmuyub. Adətən verilənlər bazası proqramlarında xananın içərisində yazacağımız məlumatlara bir limit qoyulur. Məsələn, yazı yazırsansa 255 simvolluq bir limitimiz var bunun kimi. Uzunluqları eynidir deyəndə də nəzərdə tutduğu şey elə budur. Tərif kimi mütləq yadda saxlayırıq və keçirik növbəti xassəyə. Hər bir sahənin adı unikaldır. Nə deməkdir bu? Məsələn, baxın, burada əmək haqqı adında bir sahəmiz var. Tutaq ki, siz bu cədvəli böyütdünüz. Təzə sahələr əlavə elədiniz, çoxlu. Gedib hər hansı, məsələn, 20 dənə sağa doğru sahə əlavə elədiniz. Hər hansı bir sahəyə təzədən bu adı verə bilməzsiniz. Proqram buna icazə vermir. Sahə adları unikaldır, təkrarlana bilməz. Bu konkret proqramın tələbidir, qaydadır. Cədvəldə iki eyni yazı nə idi? Verilənlər bazasının sətri. Cədvəldə iki eyni yazı ola bilməz. Deməli, belə bir şey təsəvvür edin. Tutaq ki, bu cədvəldə biz məlumatları yaza-yaza gedirik.
Və mən gəldim aşağı, başladım belə bir şey yazmağa. Nömrə hissəsinə, aşağıdakı sətirdə. 2, ad hissəsinə. Adil. Buradan yazdım kişi. Buradan yazdım baş mühasib. Buradan yazdım 1200. İndi diqqət eləyəsi olsaz, mən yuxarıda olan məlumatları birə-bir olduğu kimi bura köçürdüm. Bax, Access proqramı və digər verilənlər bazası proqramları tamamilə eyni məlumatların cədvələ yenidən daxil edilməsinə icazə vermir. Bunun səbəbi var, uşaqlar. Bəzən belə olur. Şirkətdə tutaq ki, işçilərin məlumatlarını kağız üzərində ya da Word faylı şəklində sənə veriblər. Sən də bunları verilənlər bazasına köçürdürsən, bir-bir götürüb yazırsan. Əgər sən tamamilə birə-bir eyni məlumatları bura yazsan, proqram elə bilir ki, sən səhvən eyni adamı ikinci dəfə bura daxil edirsən. Məsələn, görsə ki, burada cədvəlimiz balacadır da, soyad yoxdur. Görsə ki, buradakı Adilin soyadı başqa, aşağıdakının soyadı başqadır, müdaxilə eləmir. Sən yazıb davam edirsən. Amma görsə ki, misal üçün 20 dənə məlumat var bir adam haqqında, burada da tamamilə eyni şeylər, burada da tamamilə eyni şeylər yazılıb, o zaman artıq sənə həmin məlumatları daxil etməyə icazə vermir. Bunu da qısa şəkildə belə deyirik, cədvəldə iki eyni yazı ola bilməz. Tamamilə eyni yazı. Dediyim kimi, buradakı Adil başqadır, soyadı başqadır, buradakı Adilin soyadı başqadır. O zaman artıq görəcək ki, bunlar arasında simvollar fərqlidir, tamamilə eyni deyil, problem çıxmayacaq. Və davam edəcəyik. Nömrədən başqa hər şey eyni olsa, nömrədən başqa hər şey eyni olsa problem yoxdur. O zaman sən proqramı aldatmış olursan, amma eyni adamı səhvən daxil edirsənsə, cədvəlin artıq problemli olacaq. Yəni cədvəlin səhv olacaq. Access proqramında elə şeylər var ki, onları vizual olaraq gözlə baxıb özünü təyin eləməlisən ki, burada bax səhv eləmişəm. Bəzi şeylərdə proqram özü müdaxilə edə bilir. Sən nömrəni də hər şeyi eyni cür yazsan, proqram onu hiss eləyir. Amma nömrəni tutaq ki, 2 əvəzindən 20 yazıb tamamilə eyni adamın məlumatlarını daxil etsən, proqram onu bilməyəcək, tuta bilməyəcək o xətanı. O zaman da artıq özün o problemi görüb aradan qaldırmalısan. Və uşaqlar, yazılar və sahələr ixtiyari ardıcıllıqla yerləşə bilər. Bu elə bir şey deyil, yəni sadə bir anlayışdır. Nə demək istəyir? Bax, burada birinci Rənanı yazıblar cədvəlin içinə, sonra da Adili yazıblar. Deyir ki, necə istəyirsən yaz da, istəyirsən birinci Adil haqqında məlumatlar yaz, sonra Rəna. Ya da burada vəzifə var, sonra əmək haqqı var. Deyir, istəyirsən birinci əmək haqqını, sonra vəzifəni yaz. Yəni burada proqram sənə heç bir məhdudiyyət tətbiq eləmir. Bunu demək istəyir. Onsuz da məntiqlə də fikirləşsəz, niyə tətbiq eləsin ki, yəni mən istədiyim işçidən yazmağa başlayaram və ya vəzifəni, əmək haqqını hansını əvvəl istəsəm qoyaram. Və cədvəlin hər bir elementi ayrıca veriləndir. Uşaqlar, verilənlər bazası proqramında burada gördüyünüz hər bir məlumat ayrıca bir data hesab olunur. Bunu demək istəyir. Məsələn, bu ayrıca bir datadır. Nədir bu? Adamın adıdır. Bu ayrıca bir datadır. Bu ayrıca bir datadır. Hər biri üçün yaddaşda ayrıca yer ayrılır. Hər birini ayrı redaktə edə bilirsiniz. Hər birini ayrı yazıb silə bilirsiniz. Və bir xanada ancaq bir parametr göstərilə bilər. İndi bu nə deməkdir uşaqlar? Tutaq ki, mən Rafiq, gəldim bura 3-cü sətri yazıram. Yazdım Rafiq, kişi, mühasib. Mühasibdən sonra vergül qoyub yazdım 1000. Götürüb bunun əmək haqqısını da yazdım bura. Bu zaman proqram heç bir xəta verməyəcək mənə. Amma mən bu sahəni özüm nə üçün nəzərə tutmuşdum? Vəzifə üçün nəzərə tutmuşdum, düzdür? Mən bura mühasib və 1000 yazıramsa, bu artıq səhvdir, xətadır. Bunu artıq vizual olaraq özümüz müəyyənləşdirməliyik. Vizual olaraq. Sahələrin sayındakı məhdudiyyət yadımda deyil. Köhnə versiyalarda 255 səhv eləmirəmsə belə bir məhdudiyyət var idi. Təzə versiyalarda bilmirəm sahə adlarındakı məhdudiyyət nə qədərdir. Normalda proqramların versiyaları dəyişdikcə orada olan məhdudiyyətlər də artıb azalır. Orta məktəb kitabında da elə bir məlumat yoxdur. Sahələrin sayı və ya yazıların sayı ilə bağlı 2 GB kimi cədvələ bir məhdudiyyət qoyulurdu. Köhnə versiyalarda, təzə versiyalarda baxmamışam. Elə bir məhdudiyyət varmı? O da yenə orta məktəb kitabında yoxdur. Xananın tipindən məlum olur sonuncu qayda. Xananın tipindən yox da sən məsələn cədvəli özün qurmusan da bunu nəzərə tutmusan ki, bu vəzifədir. Yəni proqram dediyim kimi burada təyin eləməyəcək. Yəni burada ancaq vəzifələr yazmalısan. Sağ tərəfdə də əmək haqqı. Yəni bunları birləşdirib yazmaq olmaz. Ümumiyyətlə bax belə biraz genişləndirim bu hissəni. Bəzi hallarda
Götürürlər bir dənə sütun, bir dənə sahə, bura yazırlar ad. O birisi onun yanında olan hissəyə də yazırlar soyad. Adətən cədvəllər qurulanda demək olar ki, standart qayda budur. Ad, yanında soyad, sonra vəzifəsi, əmək haqqısı, telefon nömrəsi və s. və s. və s. digər məlumatlar. Və belə bir cədvəl sən nəzərdə tutmusansa, bura mütləq ad, burada soyad yazmalısan. Yerlərini dəyişsən bu xətadır. Proqram onu görməyəcək, özün görməlisən. Və ya ad yerinə həm ad, həm soyad yazsan, yenə bu xətadır. Amma bəzən o köhnə tip cədvəllərdə eləyirdilər onu, müasir cədvəllərdə mütləq ad, soyadı ayırırlar. Bəzən belə yazır, ad, soyad. Yəni o zaman bir dənə bu sahəni həm ad, həm də soyad kimi nəzərdə tutub, o zaman sən bura ad, yanında soyad yaza bilərsən. Yəni bildiniz necə, bu konkret qayda deyil. Cədvəli quran adam harda nəyi yazmaq lazımdır, onu müəyyənləşdirir və ona uyğun şəkildə məlumatlar daxil olunmalıdır. Və davam edirik uşaqlar. Buradakı bütün anlayışlara baxdıq. Verilənlər bazasını idarə etmə sistemləri. Biraz əvvəl bunun tərifini demişdik. İnformasiyanın saxlanması, emalı və axtarışı üçün istifadə edilən proqramlar VBase adlanır. Yəni bu proqramların xüsusiyyəti nədir? Sən burada məlumat daxil edirsən, məlumatların üzərində iş aparırsan, onları axtarırsan, əlavə edirsən. Xassələrlə bağlı bəli suallar düşür təbii ki. Düşür, yox, düşə bilər. Yəni düşür demək mütləq düşəcək anlamına gəlir, amma proqramda var, düşə bilər. Və VBase-lər, verilənlər bazasını idarə etmə sistemləri, yəni Access kimi proqramlar nəyi bacarmalıdır, nəyi təmin etməlidir? Verilənlər bazasının strukturunun yaradılması, bazanın verilənlərlə doldurulması, bazada olan verilənlərin redaksiyası və informasiyanın vizuallaşdırılması. Uşaqlar, Udemy-də olan videoya baxarsınız, mən orada cədvəlin sıfırdan qurulma qaydasını göstərmişəm. Yəni, Access proqramında əvvəlcə cədvəlin strukturu qurulur. Yəni, sən deyirsən ki, bu cədvəlin içərisində nömrə olmalıdır, ad olmalıdır, soyad olmalıdır, vəzifə olmalıdır, əmək haqqı olmalıdır, telefon nömrəsi olmalıdır, işçinin şəkli olmalıdır, işçinin tutaq ki, hansı universitet bitirib onunla bağlı məlumat olmalıdır, diplomları olmalıdır. Cədvəlin içərisində Access proqramında diplomları skan edib ata bilirsən, şəkil əlavə edə bilirsən. Yəni, Access proqramı Word Excel-dən bu baxımdan xeyli dərəcədə fərqlənir. Çox müxtəlif tipdə informasiyaları cədvəldə saxlamaq olur. Bax, burada dediyi birinci verilənlər bazasının strukturunun qurulması, yəni başdan bir növ cədvəli planlayırsan. Bu cədvəldə hansı məlumatlar olacaq və o məlumatlar nə tip məlumatlar olacaq, yəni tipləri nə olacaq. Sonra bazanın verilənlərlə doldurulması, o sadədir. Bura gəlib başlayırsan adamların adını, soyadını, digər məlumatlarını yazmağa. Cədvəlin verilənlərlə doldurulması. Bazada olan verilənlərin redaksiyası. Redaktə etmək Word-dən də bilirik də bunu. Yazmaq, pozmaq, dəyişdirmək. Misal üçün Rəna mühasibdir. Vəzifəsi artdı, oldu baş mühasib. Sən gəlib burada onu baş mühasib olaraq dəyişdirə bilməlisən. Bunu nəzərdə tutur və informasiyanın vizuallaşdırılması, yəni göstərmək. Məsələn, məlumatları cədvəldə göstərə bilərsən, Udemy-dəki videolarda var, hesabat şəklində məlumatları göstərə bilərsən və s. Yəni, əlverişli bir formada ekranda göstərmək və ya çap edib göstərmək. Tutaq ki, iclasda işçilərlə bağlı nəsə bir məlumat təqdim eləməlisən. Bu zaman hesabat yarada bilirsən. Proyektor varsa, böyük monitor varsa orada göstərə bilərsən və ya kağıza çap edib kağızda tutaq ki, rəhbərlərə, müdirlərə təqdim edə bilərsən. Bu, verilənlər bazasının idarə etmə sisteminin icra etməli olduğu başlıca funksiyalardır. Və dediyim kimi, videoda bunlar addım-addım göstərilib. Access-lə bağlı olan videoda cədvəl strukturu yaratmışam, daha sonra cədvəlin içini doldurmuşam məlumatlarla və s. İndi uşaqlar gəlirik cədvəllər arası əlaqənin tiplərinə. İndi buradakı yazılara baxmadan dediklərimə diqqətli şəkildə qulaq asın. Bu çox önəmlidir. 1. Təsəvvür edin ki, bizim bir dənə cədvəlimiz var. Və bu cədvəldə 10 dənə ölkənin adı var. Buradan yazıram. Ölkələr. Belə. Və ikinci bir cədvəlimiz var. Burada da var paytaxtlar. Və 10 dənə də burada paytaxt var. Yəni, buradakı 10 dənə ölkənin hər birinin paytaxtında yazmışıq bura. Sən soldakı cədvələ baxırsan və misal üçün buradan tapırsan Azərbaycanı. Deyirsən ki, Azərbaycan, aha, Bakı.
O birisi bir ölkəyə baxırsan, onun paytaxtını buradan tapırsan, o birisinin paytaxtını buradan tapırsan və s. və s. Baxırsan ki, sol tərəfdə götürdüyüm hər bir məlumata sağ tərəfdəki bir dənə məlumat uyğun gəlir. Belə olanda biz deyirik ki, bu iki cədvəl arasında əlaqə birin birə əlaqədir. Birin birə əlaqə. İndi vəziyyəti, yəni birin birə əlaqə odur ki, sol tərəfdə bir dənə yazı götürürsən, bir dənə məlumat götürürsən, baxırsan ki, o birisi ikinci cədvəldə bir dənə məlumatı ona qarşı qoymaq mümkün olur. İndi biraz vəziyyəti dəyişdirirəm. Bu dəfə olur bu ölkələr. Ölkələri yenə buradan yazırıq. Sağ tərəfə gəlirəm. Buradan da ikinci cədvəlimiz olur şəhərlər. Məsələn, tutaq ki, hər ölkənin 2 dənə, 3 dənə şəhərin burada adı var. Sol tərəfdəki ölkələr, hər ölkənin sağ tərəfdə də 2 dənə, 3 dənə şəhərin adını verib bizə. Sən bu zaman bu cədvələ baxırsan, deyirsən ki, misal üçün, bax, Azərbaycan, Azərbaycana aid, qələmin rəngini dəyişim. Məsələn, 1, 2, 3 dənə burada məlumat var. Digər bir ölkə var, ona aid 2 dənə şəhərə bura qoyublar və s. Əgər belə bir cədvəlimiz varsa, bu zaman sən ona deyirsən, bu birin çoxa cədvəlidir. Birin çoxa. Əgər bunların götürüb yerini dəyişəsi olsan, şəhərləri sola atıb ölkələri sağa gətirsən, o zaman belə olur. Çoxun birə. Yəni birin çoxa ilə çoxun birə məntiq olaraq eyni şeydir. Sadəcə cədvəllərin yerini dəyişməklə belə bir şey əldə edə bilirsən. İndi uşaqlar keçirik növbəti nümunəyə. Burada biraz böyük çəkim bunu. Burada yenə olsun ölkələr. Və ölkələrin adları var. Məsələn, yenə 10 dənə ölkə var deyək burada. Və keçirik o birisi cədvəlimizə. O birisi cədvəlimizdə də var heyvanlar. Tutaq ki, 30 dənə heyvanın adı burada var. Və sən belə deyirsən. Yenə gəlirsən, Azərbaycanı tapırsan, deyirsən, məsələn, ayı, misal üçün canavar, misal üçün başqa bir heyvan. Azərbaycanda olan heyvanlar. Bu nəyə oxşuyur? Birinciyə oxşuyur, ikinciyə oxşuyur, hə? Birin çoxa. Amma sonra bir də biraz fərqli yanaşırsan. Deyirsən ki, məsələn, bu ayı həm Azərbaycanda, həm də başqa ölkədə yaşayır axı. Nə bilim, burada başqa bir heyvan var, 3 dənə ölkədə yaşayır. Baxın, burada vəziyyət oldu fərqli. Sən birincidən ikinciyə doğru baxanda birin çoxa gördün, ikincidən birinciyə doğru baxanda da birin çoxa əlaqə gördün. Əgər belə bir şey tapa bilirsənsə, bu zaman buna deyirsən çoxun çoxa əlaqə. Çoxun çoxa. İndi bir neçə dənə nümunə deyəcəm ki, beyninizdə tam olaraq formalaşsın. Bu arada bundan bağlı sualların verilməsi biraz problemdir. Çünki misal üçün belə bir şey ola bilər. Bax, ölkələr və şəhərlər dedikdə düzdür. Bunu misal üçün mən sizdən şifahi soruşsam ki, ölkələr və şəhərlər hansı tip əlaqədir? Deyəcəksiniz ki, bir ölkənin bir neçə şəhəri var, birin çoxa. Yəni sadə məntiq ilə yanaşanda bu olur. Amma sən bilmirsən cədvəlin tərkibini. Ola bilər ki, bu cədvəli yaradan adam buradan 10 dənə ölkə, burada da sağ tərəfdə də hər ölkədən bir dənə şəhər seçib buraya yerləşdirib. O zaman bu birin birə əlaqə qura bilər. Yəni belə bir sualların düşməsi normalda yaxşı bir hal deyil. Təəssüflər olsun ki, artıq bir dəfə düşüb. O zaman çox dərinliyinə, əgər birdən yenə düşsə, çox dərinliyinə getmədən ilk ağla gələn məntiq yeridirsiniz. Da ilk ağla gələn deyəndə, yəni fikirləşmədən nə gəldi yaz mənasında yox. Məntiq yürüdürsünüz və məntiqi olaraq çox dərinliyinə getmədən ağlınıza gələn məntiq olaraq əsaslandıra biləcəyiniz variantı yazırsınız. İndi uşaqlar, belə deyək. Biraz bir neçə dənə nümunə. Tutaq ki, burada işçilərin adı, soyadı olan bir cədvəlimiz var. Bu hissədə də şəxsiyyət vəsiqəsinin seriya nömrələri olur, AZ-lər. Bunlar var. Bax, hər bir adama aid bir dənə şəxsiyyət vəsiqəsi var. Bir dənə şəxsiyyət vəsiqəsinin nömrəsi var. Yəni sən bunu konkret olaraq deyə bilərsən ki, bu birin birədir. Və ya başqa hər hansı bunun kimi. Bax, gedib universitetə qəbul olacaqsınız, sizə tələbə bileti verəcəklər. Tələbə biletinin üstündə nəsə universitetdən asılı olaraq başdan 1-2 dənə hərf, sonra da rəqəmlər olacaq. Və burada olan ardıcıllıq sadəcə sənə aiddir, yəni unikaldır. Misal üçün səndən soruşsa ki, tələbələrin adları, soyadları olan bir cədvəl var, bir də onların tələbə biletlərinin məlumatları, nömrələri olan bir cədvəl var. Əlaqə nədir? Bunu konkret olaraq birin birə deyə bilirsən. Bir tələbə və ona aid sadəcə bir dənə
tələbə bileti olur və ya onun nömrəsi olur. Bax bu formada. Bəzi şeylər konkret təyin olunur. Onlarda belə bu formada yanaşmalar doğrudur. Hə, uşaqlar, ümid edirəm ki, bunun məntiqini başa düşdünüz. Qrup dərslərində bundan bağlı Kahoot-da suallarımız olacaq. Orada biraz da dərinləşdirərik, təkmilləşdirərik. Deməli, birin birə one to one, birin çoxa one to many, çoxun birə dediyimiz kimi bu ikisi eyni şeydir normalda və çoxun çoxa. Hə, bunları belə yazırlar. 1, 1. Orta məktəb kitabında daha çox belə yazıblar. 1, ç şəklində. Bunu ç, 1. Birdən belə qısa yazışlar görsəz, yəni bilin ki, söhbət nədən gedir, ona görə qeyd edirəm xüsusi olaraq. Hə, indi keçdik növbəti məsələyə. İmtahandayam, sınaqdayam və yaxud da qarşıma sual çıxıb. Deyir ki, verilənlər bazasında cədvəllər arası əlaqənin neçə tipi var? Neçə tipi var? Buradan görürsünüz. 4 tipi var. Sadə bir sualdır da, düzdür? İndi biraz beynimizi qarışdırın. Access proqramında və digər verilənlər bazasının idarəetmə proqramlarında bu many to one çoxun birə istifadə olunmur. Niyə istifadə olunmur? Deyirlər ki, bu iki dənə cədvəl necə demişdik bayaq? Birin çoxa, yerini dəyişdirsən cədvəllərin olur çoxun birə. Yəni cədvəllərin yerini dəyişdirib yeni əlavə bir verilənlər bazası yaratmağın bir mənası yoxdur yəni. Elə çoxun birə ilə birin çoxa eyni şeydir. Ona görə praktikada bundan istifadə olunmur. Praktikada var birin birə, praktikada var birin çoxa və praktikada var çoxun çoxa. Ona görə düşməz bu sual, yəni düşmə ehtimalı sıfıra yaxın bir şeydir, yenə hər ehtimala qarşı. Əgər mənə desə ki, verilənlər bazasında cədvəllər arası əlaqənin neçə tipi var, bu nəzər olaraq soruşur. O zaman 4 tip deyirəm. Amma desə ki, məsələn, Access proqramında, OBS proqramları Oracle-da soruşub eləyən deyil onsuz da bizdən. Onlar sadəcə adını bilirik də biz onların. Access proqramında cədvəllər arası əlaqənin neçə tipi var? O zaman cavabımız olacaq 3 tip. Dediyim kimi, gözlədiyim bir sual deyil, çünki sırf əzbərə gedən bir şeydir. Düzdür, məntiq olaraq formalaşdıra bilərsiniz onu beyninizdə ki, one to many ilə many to one eyni şeydir deyə proqramlarda onu tətbiq eləmirlər. İndi baxın, bir formada yadda saxlamağa çalışın. Bu da belə. Bu dediyim hissə ilə bağlı orta məktəb kitabında səhvdə var. Bir də o səhv ilə bağlı düşünürəm ki, ümumiyyətlə sırf bu 3-ü, 4-ü soruşan bir sualı imtahana salmazlar. Və davam edirik uşaqlar. Verilənlər bazasının hazırlanması mərhələləri. Bax, belə bir şey. Tutaq ki, biz verilənlər bazasını keçdik, Access proqramını keçdik, tamamladıq, testləri və s. işlədik. Sizdən kiminsə çox xoşuna gəldi də bu proqram, maraqlı gəldi sizə. Başladınız, bunu araşdırdınız, öyrəndiniz, YouTube-dan videolara baxdınız, Access-dən işləməyi yüksək səviyyədə öyrəndiniz. Hər şeyi öyrəndiniz, cədvəlləri rahat qura bilirsiniz, cədvəllərin içini doldura bilirsiniz, cədvəllər arası bağlantıları qura bilirsiniz, o birin birə, birin çoxa, hər şeyi yüksək səviyyədə öyrənmişsiniz. Və bir gün məktəbinizdə kitabxanaçı sizə yaxınlaşır. Deyir ki, bəs kitabxanada olan kitabları izləmək üçün hansı kitabı, hansı şagirdə vermişik, ona nəzarət eləməkdən ötürü birdən verilənlər bazası yığmaq lazımdır. Yəni, Access-də bir cədvəl yaratmaq lazımdır, məlumatları daxil etmək lazımdır. Bunu eləyə bilərsənmi? Misal üçün, biraz da ətraflı genişləndirək. Tutaq ki, deyir ki, büdcədən tutaq ki, müdür bir 1000 manat pul ayırıb. Sən bunu yığ, o 1000 manatı versin sənə və s. Sən də razılaşırsan. Amma uşaqlar, birbaşa oturub verilənlər bazası cədvəli quracam, belə bir anlayış yoxdur. Burada nə edirsən sən birinci mərhələdə? Sən bu kitabxanaçıdan soruşursan ki, bu verilənlər bazası cədvəli sənə niyə lazımdır? Yəni, nə edəcəksən? Bu da sənə başlayır izah eləməyə. Deyir ki, mən istəyirəm ki, bu kitabların adları cədvəldə olsun. Mən istəyirəm ki, məktəbimizdə olan şagirdlərin adları cədvəldə olsun. Və mən hansısa bir şagird gəlib kitab götürəndə qeyd eləyim orada ki, bu tarixdə, misal üçün 15, 12, tutaq ki, 2025 tarixində bu adam kitab götürdü, bir ay sonra qaytarmalıdır. Sonra nəzarət edeyim ki, kim kitabı gətirməli idi, gətirməyib və s. Əlavə olaraq sinif rəhbərlərini də bilmək istəyirəm ki, hansı şagirdin sinif rəhbəri kimdir ki, kitabı gətirməyəndə ona xəbər eləyə bileyim, valideynlərin nömrəsi olsun və s. Sən bu adamın istədiyini tam başa düşdün. Deyirsən, hə, yaradaram. Amma, məsələn, kitabxanada neçə dənə kitab var? Tutaq ki, 2000 dənə kitab var. Bunların hamısını mən adlarını bir-bir klaviaturadan yazsam çox vaxt gedəcək axı. Word-də, Excel-də, hardasa bir yerdə var bu kitabların məlumatları. Onları ver mənə. Sonra deyirsən ki, direktordan və ya tutaq ki, onun katibəsi varsa, katibəsindən
Götür şagirdlərin siyahısını ver mənə. Sinif rəhbərlərinin siyahısını ver mənə. Word-da, Excel-də, harda varsa artıq bir-bir hər şeyi əlindən yazmayım. Məlumatları topladın. Sonra deyirsən ki, bax bu qədər çox məlumat var da, kitablar haqqında məlumat, şagirdlər haqqında məlumat, sinif rəhbərləri haqqında məlumat. Bunların hamısını bir cədvələ yığsaq, cədvəl qarma-qarışıq olacaq. Onda ağla belə bir fikir gəlir. Deyirsən ki, bir dənə cədvəl olsun, kitablar cədvəli. Bir dənə cədvəl olsun, şagirdlər cədvəli. Bir dənə də üçüncü bir cədvəl yaradım, o da olsun sinif rəhbərləri cədvəli. Bunu da planlaşdırdın. Kitabları birinci cədvələ, şagirdləri ikinci cədvələ, sinif rəhbərlərinin ad, soyad, telefon nömrələrini üçüncü cədvələ yazdın. Məlumatlar, hər şey hazırdır. Sonra bu cədvəlləri bir-biri ilə bağlamalısan, bağlantı qurmalısan ki, Udemy-də yenə bağlantı qurma qaydaları və s. göstərilib. Bağlantı qurma qaydasını onsuz da heç kim sizdən soruşan deyil. Sadəcə mahiyyətini başa düşmək üçün videoya diqqətli baxın. Cədvəlləri bir-birinə bağlayırsan. Yəni buradan hansısa bir kitabın adını seçib, buradan hansısa bir şagirdin adını seçib göstərə bilsin ki, bu kitabı bu şagird götürüb və bu şagirdin sinif rəhbəri bu müəllimdir şəklində. Bütün bağlantıları qurdun və bağlantıları qurmamışdan əvvəl sənə bir şey lazımdır. Unikal, açarlı bir sahə. Unikal sahə nədir? Sən hər bir cədvəldə bağlantıları düzgün qura biləsən deyə, məlumatları idarə edə biləsən deyə unikal bir sahə təyin edirsən. Unikal sahə nədir? Əvvəlcədən təyin olunmuş məlumatların təkrarlanmayacağı bir sahə. Baxın, misal üçün əvvəlki cədvələ qayıtdım. Bunun üzərində göstərim sizə. Bax, bu ad sahəsidir. Məsələn, təzə bir işçi gəlib, onun adı Adil ola bilər. Bax, Adil üst-üstə düşdü. Və ya başqa 2 nəfər mühasib ola bilər. Və ya 2 nəfər eyni əmək haqqını ala bilər. Amma sən nömrə hissəsində 1, 2, 3, 4, 5, 6, 7 kimi artan sırayla ardıcıllıq yazmağı planlaşdırmısansa, deyə bilərsən ki, bax, bu sahə unikaldır. Burada məlumatlar təkrarlanmayacaq. Və ya şəxsiyyət vəsiqəsinin seri nömrəsi və s. demişdik bayaq. Onun kimi şeylər hər adama ayrıcadır. Yəni, hər adamın özünə xasdır, təkrarlanmır. Belə bir sahə seçirsən, adətən nömrə və ya ID zad yazırlar belə, bəlkə görmüş olarsınız. ID-lər, kod, nömrə mənasında. Və bu sahələr unikal olur, artan sırayla gedir, təkrarlanmır, onlara açar qoyurlar. Açarın olması cədvəllərin bir-biri ilə əlaqələndirilməsində mühüm rol oynayır. Yəni, açarlar olmalıdır ki, cədvəlləri bir-birindən bağlaya biləsən. Məsələn, sən nə edə bilərsən? Kitabların ID-si, məsələn, və ya nömrəsini və ya kodu deyə bilərsən. Tutaq ki, birinciyə kod kitab yazdın. Kitabların kodlarını yazdın. 1, 2, 3, 4, 5. Şagirdlərin kodu dedin, şagirdin kodunu yazdın. Sinif rəhbərlərinin sıra nömrəsi ya da ID-si dedin. Başladın sinif rəhbərlərinin 1, 2, 3 nömrələdin və bunlara açar qoydun. Sən dediyim kimi 1, 2, 3 belə artan sırayla gedəcəyini nəzərdə tutmusan və deyirsən ki, bu art-arta gedəcək, təkrar olunmayacaq. Ona görə həmin sahələr unikaldır və ora açar qoyursan, dediyim kimi, açar cədvəlləri bağlayanda olmalıdır. Əgər bir neçə cədvəlimiz varsa və həmin cədvəlləri bağlayacaqsa, açar mütləq olmalıdır. Amma sadə bir dənə cədvəl qururuqsa, açar qoymasaq da olar. Bir neçə cədvəlimiz varsa, verilənlər bazası böyütücü olmalıdır, bəli. Sadə cədvəl, bir dənə cədvəl var, çox az məlumat var, başqa cədvəllə də bağlamayacağım, bu zaman açara ehtiyac yoxdur. Və cədvəlləri hazırlayırsan, bağlantıları qurursan, məlumatları cədvəllərin içine daxil edirsən, cədvəllərdən necə istifadə etmək lazımdır, kitabxanaçıya öyrədirsən. Məsələn, tutaq ki, nəsə yaddan çıxıb. Sinif rəhbərlərinin adlarını, soyadını yazmışsan, hansı müəllim, hansı sinifin sinif rəhbəridir, onu da qeyd eləmişsən. Amma telefon nömrələrini yazmaq yaddan çıxıb. Sonradan kitabxanaçı sənə deyir ki, bəs sinif rəhbərlərinin telefon nömrəsi də olsun da ki, mən zəng eləyə bilim onlara, nömrələrini tapım, hamısının nömrəsi yoxdur məndə. Bir dənə gəlib onu əlavə edirsən. Və artıq hər şey hazırdır, təhvil verdin, iş bitdi. İndi uşaqlar, bu dediyimiz proseslər burada kitab dilində ardıcıllıqla, orta məktəb kitabında necə varsa o formada yazmışam, ardıcıllıqla verilib. İndi də buranın sürətlə gedəcəm. 1. Verilənlər bazasının yaradılma məqsədini müəyyən etmək. Sən kitabxanaçıdan soruşurdun, yəni niyə sənə lazımdır ki, bu verilənlər bazası cədvəli, nə etmək istəyirsən? O da sənə izah elədi. 2. Zəruri verilənlərin toplanması, axtarılması. Deyirdin, kitabların siyahısını mənə ver, şagirdlərin siyahısını ver, sinif rəhbərlərinin siyahısını ver. Verilənlərin cədvəllər üzrə paylanması. Hansı ki, dedim, bir dənə cədvəl olsun, orada kitablar olsun, o birisi cədvəldə şagirdlər, o biri cədvəldə sinif rəhbərləri. Cədvəlin strukturunun müəyyənləşdirilməsi. Hansı ki, dedin, sinif rəhbərlərinin nömrəsi olsun, adı olsun, soyadı olsun, hansı müəllim, hansı sinifin sinif rəhbəridir, o qeyd olunsun.
Bu cədvəlin strukturudur. Yəni cədvəldə hansı tip məlumatlar olacaq? Cədvəlin strukturunun müəyyənləşdirilməsi. Açarın qoyulması və unikal sahənin seçilməsi. Bu da biraz əvvəl uzun-uzun danışdığımız hissədir. Təkrarlanmayacaq bir sahə, misal üçün kod, ID, nəsə bir şey yazırsan, adətən birinci sütuna, adətən mütləq deyil, birinci sütuna, yəni birinci sahəyə əlavə edirlər onu və açar qoyurlar ora. Cədvəllər arası əlaqənin yaradılması, cədvəlləri bir-birinə bağlayırsan, dediyim kimi Udemy-də var, göstərmişəm addım-addım. Bazanın strukturunun təkmilləşdirilməsi, bazanın strukturunun təkmilləşdirilməsi nədir? Adamların, məsələn, hansısa bir məlumatını yazmaq və ya biraz əvvəl dedimi, sinif rəhbərlərinin telefon nömrəsini yazmaq yaddan çıxmışdı. Bax, telefon nömrəsi üçün bir sahə əlavə edirsən. Yəni, strukturu təkmilləşdirdin. Və normallaşdırma qaydalarının tətbiqi. Normallaşdırma qaydaları nədir? İndi onlara keçəcəyik. 3 dənə əsas orta məktəb kitabında haqqında danışılan normallaşdırma qaydası var. Birinci normallaşdırma qaydası və ya birinci normanın tələbi nədir? Hər xanada yalnız bir qiymət olmalıdır. Bayaq dedim ki, məsələn, bir xana içərisində həm mühasib, həm vergül qoyub onun əmək haqqısını yazdıq. Bu xətadır. Çünki bizim bayaq baxdığımız cədvəlimizdə bura vəzifə üçün, burada əmək haqqı üçün nəzərdə tutulub. Hər birinin ayrıca sahəsi var, yeri var. Bax, birinci qaydamız budur. İkinci normal formanın tələbi. Açar daxil edilməyən sahələr açarlı sahələrdən asılı olmalıdır. Bu nə deməkdir? Yenə bayaqki cədvələ qayıdırıq. Əvvəlcə belə bir şey soruşmuşlar. Bu gördüyünüz cədvələ açar qoymaq istəsəm, hara qoyacam açarı? Və ya neçə dənə şansım var? Haralara qoya bilərəm açar? Nömrəyə qoya bilərəm. Nömrədən başqa, yaxşı, başqa bir çarəm var. Sadəcə bir şansım var, başqa heç yerə qoya bilmərəm. Niyə? Çünki adamların adları təkrarlana bilər. Cins, onsuz da qadın, kişi təkrarlanır. Vəzifə təkrarlana bilər. Əmək haqqılar. Bir də uşaqlar, önəmli məsələ nədir? Bəzən cədvələ baxırlar, deyirlər ki, adlar təkrarlanmayıb axı. Yəni, elə yanaşmırsınız. Deyirsiniz ki, fikirləşirsiniz ki, bu cədvəl sonra böyüyə-böyüyə gedəcək. Yəni, hal-hazırdakı vəziyyətə yox, gələcəyi də fikirləşib o formada qərar verirsiniz. Əgər siz bu vəziyyətdə bura baxsaz, desəz ki, Rəna, Adil, Rafiq, Aidə təkrarlanmır da, açarı qoy bura, unikal sahə olsun bura. Onda təsəvvürlə ki, təzə bir işçi götürürsünüz. Adın nədir? Adil. Onda biz səni işə götürə bilmərik. Niyə? Biz bu ad sahəsini açarlı sahə eləmişik, orada təkrar məlumat yazmaq olmaz. Bax, yəni hal-hazırdakı vəziyyətə baxmırıq. Ümumi, gələcəyi, bu cədvəlin böyüyəcəyini fikirləşirik. Bəli, elə mesaj bölməsinə yazdığınız kimi burada ancaq nömrə hissəsinə açar qoya bilərik. İndi bu cədvəli təsəvvür edin ki, bu 5, 6, 7 belə gedir. Nə bilim, 510 və s. Belə böyük bir cədvəldir də 600-700 nəfər var. Bura açar qoymuşuq, unikal sahədir. Burada məlumatlar ardıcıl gedir, təkrarlanmır. Və sən belə deyirsən. Gəlirsən bu vəzifə hissəsində axtarış edirsən. Necə bir axtarış edirsən? Deyirsən ki, filtrləmədən deyirsən ki, mühasibləri tap. Əgər şirkətdə 20 dənə mühasib varsa, sən buradan mühasib tap desən, 20 dənə adamı çıxardacaq sənə. Bir də o 20 nəfərin içərisindən gəl başda mühasib sənə lazım olan hansı idi, onu axtar. Amma sən bilsən ki, sənin axtardığın adamın nömrəsi 510-dur, gəlirsən bu nömrə yerindən axtarışa yazırsan 510 və ancaq sənə bir dənə nəticə çıxardır, bir dənə yazı çıxardır. Bax, ona görə bu açarlı sahələr üzrə axtarış eləmək, filtrləmə aparmaq, məlumatı axtarmaq həmişə daha sərfəylidir. Böyük bir şirkətdir və misal üçün 5 dənə adil varsa, sən ad bölməsindən adil axtarsan, onun 5-ini də çıxardacaq. Amma sənin axtardığın adilin nömrəsi məsələn 45-dirsə, nömrə bölməsindən 45 yazsan, konkret olaraq sənin axtardığın şəxsi işçini tapıb göstərəcək. Yəni, praktik olaraq əhəmiyyəti çoxdur və ikinci normal forma deyir ki, açar daxil edilməyən sahələr açarlı sahədən asılı olmalıdır. Yəni, bayaq dediyim kimi, açar daxil etdiyin sahədə 512 axtarsan, bir dənə yazı çıxardacaq sənə. Bir dənə yazı. Çünki o birisi yazıların hamısı bundan asılıdır. Hamısı bundan asılıdır. Maksimum neçə açar, bir cədvələ ancaq bir açar qoya bilirik. Bir cədvələ ancaq bir açar. İkinci açar qoyanda birinciyi ləğv edir avtomatik olaraq proqram. Və 3-ə gəldik. Açar olmayan sahələr bir-birlərinin asılı deyil. Bu da nə deməkdir? Bayaq deyirdim, mühasib axtardın, 20 dənə mühasib varsa 20 dənə adam çıxardacaq səndən. Sənin qarşıva. Yəni, bu da o deməkdir ki, bu mühasib sahəsindən heç bir sahə asılı deyil. Amma nömrəyə açar qoymusansa və orada təkrarlanma yoxdursa, açar qoysansa onsa təkrarlanmaya icazə verməyəcək. Bu zaman artıq burada yazdığın hər hansı bir məlumatın nəticəsi sənə konkret olaraq bir yazı,
olaraq veriləcək. Bir sətr olaraq veriləcək və birbaşa axtardığın məlumat kimə aiddirsə, axtardığın adam kimdirsə, onu tapmış olacaqsan. Uşaqlar, bunları mütləq əzbərləyək. Düzdür, bu tip suallar, testlər mənim xoşuma gəlmir. Amma orta məktəb kitabında bunları qara hərflərlə, qalın hərflərlə veriblər və Dövlət İmtahan Mərkəzi də məcburdur ki, orta məktəb kitablarında nələr verilibsə, yəni 5-11-ci sinif kitablarından kənara çıxmasın, orada olan məlumatlarla sizi imtahan eləsin. Yəni məktəbdə öyrəndiyiniz şeyləri yoxlayır. Onsuz da dibin funksiyası elə bundan ibarətdir. Ona görə bu axırıncı 3 dənəsini biraz məntiqlə izah eləməyə çalışdım. Biraz məntiqlə, biraz əzbər formada yadda saxlayın. Bundan əvvəl danışdığımız şeylərin də bir çoxunu nümunə dediyim indi mümkün qədər o nümunələr üzərindən yadda saxlamağa çalışarsınız. Belə, bu nəzəri hissələr və məntiqi olan hissələrlə bağlı giriş videomuz idi. Dediyim kimi, Access-də cədvəlin strukturunun qurulması, cədvəlin içərisinə məlumatların daxil edilməsi, cədvəllər arasında əlaqənin yaradılması Udemy-dəki videolarımızda var. Mütləq oradan baxın. Amma heç kəs sənə imtahanda elə bir şansın yoxdur onsuz da. Yəni kağız üzərində imtahan verirsən. Hə, götür bu cədvəlləri bir-birinə əlaqələndir kimi bir şey soruşan deyil onsuz da. Sadəcə videoda o əlaqələndirmə məsələsinə, əlaqənin mahiyyətinə diqqətlə baxın ki, məntiqini başa düşəsiniz. Testlərdə nəsə məntiqi bir şey olsa, vəziyyətdən daha rahat çıxa biləsiniz. Yəni onu başa düşəsiniz deyə mən uzun-uzun danışmışam orada. Sahə tipləri haqqında məlumatlar var və s. Bax, o qalır özünüzə. İndi 2025-in sonuncu dərsindəyik biz. Növbəti bir həftə istirahət olacaq. Onunla bağlı yazacağam qrupa. Videonu saxlayım. Hə, və bu həftədən istifadə eləyin. Həm Word-lə, Excel-lə bağlı olan hissələri təkrarlayıb, həm də Udemy-dən verilənlər bazası ilə bağlı tam videolara baxın. Mükəmməl səviyyədə mövzunu öyrənin. Sonra da testlər, kahootlar vasitəsilə biraz da təkmilləşdirərək saxlayıram videonu.